Salam hörmətli izləyicilərimiz, bu günləri sizə Xırdalandı müsahibə 67 kvadrat olan əla təmirli 3 otaqlı düzəlmə mənzil təqdim etməyə gəlmişik. Mənzilimiz çox qəşəng bir layihəli mənzildir. Ən çox üstünlüyünə mən fikir verdim evə girəndə. Otaqlar enlidir. Enli olanda ev, pəncərələr, uzun yox, enli olanda çox gözəl görsənir. İndi proyekti sizə başa salacağım. Giriş qapısını görürsünüz. Giriş qapısından girəndə belə dəhliz açılır. Gördüyünüz kafel hissə hamısı istipoldur. Qiyməti də çox qəşəng təyin olunub. 105.000 manatdır və mərtəbəsi də əladır. 11-ci mərtəbədir. Deməli, bu hissə bizdə mətbəxdir. Necə bölünüb ki, gördüyünüz hissədən o biri hissəyə rahat işıq düşür və gördüyünüz mətbəx hissədə də siz sevdiyiniz kimi mətbəxin, yəni pəncərəsi var. Dediyim kimi üstünlüyü də proyektin odur ki, bura işıq düşür. Qonaq otağından mətbəxə keçid elədik, mətbəx hissə göstərdi. Belə düz getsək, bizim hamam otağımızdır. Yerləşmə yerində də haqqında məlumat verim. Yerləşmə yeri düz Təzə bazarın yaxınlığında yerləşir. Bu uşaq otağıdır. Qəşəng geniş uşaq otağı var və İstəsəz buranı qardirob otağı kimi də istifadə edə bilərsiniz. Necə istəyirsiniz elə də edə bilərsiniz. Amma ölçüsü əladır, yəni uşaq otağı üçün əladır. 8 kvadratdan çoxdur sizə deyim. Deməli, bizim valideyn yataq otağımızdır. Valideyn yataq otağından da balkona keçid var. Mənzilimizin qarşısını heç bir mane bağlamır. Açıqlıqdır, heç bir bina yaxınlığında yoxdur, qarşısında günəşli, qəşəng bir mənzildir. Qiyməti sizə dedim, gəlin baxın. Qəşəng mənzildir, çox bəyəndim bu mənzili. Yaxşı da bu havası da var, aurası var. Gəlin baxın, bugünə bu qədər sağ olun.